Qaçmaqla daha çox piy yandırarıq, yoxsa yeriməklə? Əgər bu mövzular sizə maraqlıdırsa, videonu yadda saxlayıb və üstə gəliş öyrəsindən kanalımı izləməyi unutmayın. Əslində bunların heç biridir. Bəli, yəqin ki, hal-hazırda düşünürsünüz ki, bu nə deyil, necə yəni qaçmaq və yerimək axı piylərimizdən qurtulmaq üçün ən gözəl yoldur. Əslində çoxlarınız buradakı ən vacib məqamı qaçırdırsınız. Burada ən önəmli şey bədənə daxil olan enerjinin miqdarıdır. Misal üçün, siz bədənə o qədər enerji qəbul edirsiniz ki, yəni kalorilər. Bu kaloriləri yandırmaqdan ötürü siz 2 saat yarım məşq etməlisiniz, ağırlıqlarla və kardio məşqlər, ancaq siz bunun yerinə sadəcə yürüyüş etməyi seçirsiniz. Əlbəttə, bu yürüyüş sizin qəbul etdiyiniz enerjiləri yandıracaq səviyyədə olmayacaq. Yəni, ilk növbədə bədənimizə daxil olan enerji miqdarını qısıtlamalı, sonra isə hər hansı bir idmanı seçməli və həmin idmanı etməliyik. Hansı idmanı etdiyinizdən asılı olmayaraq, əgər bədənə daxil olan kalori miqdarı xərclənən kalori miqdarından daha çoxdursa, siz kökələcəksiniz. Əlbəttə, idman etmək arıqlama prosesinin bir parçasıdır, ancaq sadəcə bir parçasıdır. Yəni, sadəcə idman etməklə iş bitmir.